If I had to live my life without you near me, the days would all be empty. Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün Timur'un bir səhər rutinini çəkir. Göstermeye uyandım. Bunda tabi. Ne deməksin? Atmak istiyorum. Niye? Sonra da içine kaşığa koyacağım. En sevdiğim. Sonra koyup donmağa. Çok da kalın. Bilemeyeceğim. Ne de çok nazik. Normal. Bir tane de bir açalım. Hazırda saat 6'ya gəlir, hətta deyərdim ki 7'ye işləyir və Timurun yatızdırdım marketdən gələn kimi. Sonra İrəvan kətəsi hazırladıq. İndi də gəlmişəm Timuru durğusmağa. Dalına baxın hələ ponçik ayaqlara. Bunu durğuzum, daha sonra da yemək yeyək.
O burada olduğum üçün çox da qatı qida yeyə bilmir. Qaşığını da gətirməmişim yəni. Hoppa. İndi əynini dəyişəcəm, tulumunu falan geyindirəcəm. Daha sonra da marketdən aldığım bu Agruşanın malinovu peçenyesini yedirdəcəm. İçində malinalı peçenye var imiş. Bunu yedirdəcəm yəni. İndi gedək tulumunu geyindirək, daha sonra bunu yedirdək. Qərarımı geri aldım çünki ev çox istidir. Yəni hətta mən belə qısa qol geymişəm. Yəni qısa qolum olmadığı üçün bunun qollarını da açmışam. Çox istidir ev. Ona görə sadəcə bu uzun qollu bodik və corab geyindirəcəm. Bunu geyindirim çünki Timur heç isti sevər uşaq deyil və bizim öz evimiz yəni çox da isti olmur. Körpəli evə baxanda çox sərindir. İndi təkcə bunu geyindirim, altına da corablarını geyindirim. Ondan sonra bunu Timura birlikdə yedirdək. Görək bunu sevəcəkmi dadını. Çünki ilk dəfədir malina peçenyevi alıram. Yəni peçenyalı aldım yəni ilk dəfədir bu. Üstündə zaten yazılıb novinka yəni yeni. Baxaq görək bunu sevəcəkmi. Corabını hələ geydirmədim. Yeni durduğu üçün biraz ayaqlarda nəfəs alsın. İndi bunu yedirdəcəm. Çox həyecanlıyam bu arada. Görəsən dadı necədir falan. 80 qramdır sadəcə. Yəqin ki 40-ını yeyəcək. Çünki heç vaxt tam yemir. Zaten bir sutkaya qədər vaxtı var. Olmadı. Yəni sabah yedirdərəm. Çünki indi açırıq. Hazırda açdım. Döşlüyünü nənəm yuduğu üçün döşlüyü taxa bilməyəcəm. Hop. Belə qoyum ki üstünə çox tökməsin. Töksə də bələyini qoyacam indi ki bələyinə tökülsün. Yəni paltar batmasın. Qızlar, bu Atıllanın qardaşı, mənim də 2 yaşlı dayım oğlu Alparslandır. Gördüm Timur yemədi və yeməyin sadəcə açdıqdan sonra 3 saat sonra istifadə etmək olar. Mən də dedim, Alparslana yedirdim və gördüyünüz kimi yeməyin dadını çox sevdi. Alparslanın verdiyi oya baxarsaq 10 üzərindən 10 verdi. Qızlar biz bayağı bir oyun falan oynadıq. Uca axşamdı. Sonra kətə yedik, biraz söhbət falan. Ledi Atilla ilə oynadım. Hamısını Instagramda paylaşmışam. Atilla ilə Timur bir xeyli oynadı. Nəysə, indi Timuru yatırdacam. Heç əynini dəyişməyəcəm. Elə direkt bunu geyindirəcəm altına. Biraz da indi smes düzəldəcəm. 30 milli çünki pürenin hamısını yedirdim. Göstərərəm sizə indi də. Hamısını pürenin yedirdim. Biraz da Alparslan yedi. O sənlərdə qoyacam. Yəni tam doyubdum deyə düşünürəm. Sadəcə yenə də bir yanması olmasın deyə indi su verəcəm sadəcə. Getdim nənəmə məsləhət elədim, bildiyiniz kimi uşaq həkimidir o. Nənəm dedi ki, smes vermə, sadəcə su ver və elə yatsın. Yəni gecə yatar qarnına düz yer məncə də 30 milli butelkası ilə birlikdə Timura su verəcəm. Suyunu içsin, yatsın. Bizə o sırada gedim dişimi falan yuyum, suyunu verim amma əvvəlcə sonra. Çox iyi dedim, kameranı bir anı tutmuşum. İndi bunu taxacam son olaraq. Sonra da buna bələyəcəm. Çünki gecə üstünə atmışdı yəni. Düz bizim ortamızdaydı amma yenə də. Timur'u biraz bura çəkeyim. Yanına zaten yastık koyacağım yenə də. Hızlıca gedib işimi siz də məndən gəlirsiniz. Ondan sonra geri gəlirəm. Bu nənəmin daş koyacağım ki, moncuqları rahatsız eləməsin. Bir şey yox. Bizim də hızlıca bir gedək işimiz yox. Siz də məndən gəlirsiniz. Ondan sonra geri gələk. Burada bunu gətirmişəm amma yəni çox da işimə yaramadı. Yalan nə deyim. Yenə diş fırçanı buradan götürürəm.